Bugünkü mövzumuz biosfer mövzusundan təbii zonalar anlayışıdır. Birinci başlayacağımız materik Avrasiya materikidir. Qələmlərinizi hazır eləyin, qeydlərimizi aparmağa başlayırıq. Uşaqlar, Avrasiya materikində deyəcəksiniz ki, bu xətti görürsünüzmü? Bu xətt nədir? Ekvator xəttidir, düzdür? Bəli. Bəli, Ekvator xəttinin kəsdiyi ərazidə deyəcəksiniz ki, ekvatorial iqliminin yayıldığı ərazilərdə və qismən də subekvatorial iqlim qurşağının yayıldığı ərazidə rütubətli ekvatorial meşələr olacaq. Hansı meşələr? Rütubətli ekvatorial meşələr təbii zonası olacaq. Düzdür? bəli, Bax bu hissələrdə. Hansı rənglə verilib? Həmişəyaşıl rütubətli ekvatorial meşələr görürsünüz ki, göy rənglə verilib. Düzdür? İndi gəlin görək bu ərazilərə hansı hissələr düşür? Bu hansı yarımadadır? anladım. Hansı? Bu hansı yarımada? Məsələn, Malakka yarımadası. Yazın. Malakka yarımadasının cənubu. Göstərdiklərimə də diqqətlə baxın. Malakka yarımadasının cənubu. Rütubətli ekvatorial meşələrdə yerləşən ərazilər. Avrasiya materikində. Malakka yarımadasının cənubu. Sumatra adası. Kalimantan adası. Gələn dərs dil bədli soruşacağım yerlərində. Kalimantan adası. Gelirsiniz. Bəli, Ay sağ ol. Kalimantan adası. Sonra Sulawesi adası. Yava adasının şimal hissəsi. Sonra Moluk adası. Moluk, Sulu, Sumatra, Kalimantan, Sulawesi, Yavanın şimalı, Moluk, Sulu. Bu da bizə Yeni Qveniya adasının şimal hissəsi. Filippinin Cənub Mindanao adası və Şirlanka adasının cənubu. Bu sadaladığımız ərazilər həmçinin ekvatorial iqlim qurşağında yerləşir, düzdürmü? bəli, Ay sağ ol. Deməli, deyəcəksiniz ki, rütubətli ekvatorial meşələrə düşən ərazilər Avrasiya materikində Şirlanka adasının cənubu, Malakka yarımadasının cənubu, Filippinin Cənub Mindanao adası, Sumatra adası, Kalimantan adası, Yavanın şimal adası, Sulawesi adası, Moluk adası, Sulu adası və Yeni Qveniyanın şimal adası. Sual yoxdur ki? Hamı çatdırıb xeyr, yazdı. Bəli. bəli, Aha. Sonra demək burada illik yağıntının miqdarı yüksəkdir. Ən çox yağıntı hansı əraziyə düşürdü? Ekvatorial ərazilərdə, düzdürmü? Çünki burada il boyu necə olurdu ekvatorial iqlimdə? İsti və isti, rütubətli. rütubətli, Ayso. Yağıntının miqdarı 2000 və 3000 millimetr arasında dəyişir. Yəni daha çoxdur da bildiniz. Və buna görə də burada yağıntı çox düşürsə uşaqlar sizcə torpağa əmələ gəlmə yüksək səviyyədə olar yoxsa aşağı səviyyədə? yüksək səviyyədə, Yox, yağıntı çox düşürsə torpaq necə yüksək səviyyədə olsun? Torpağı yuyub aparır da. Gör nə qədər bura yağıntı düşür. Bəli, deyəcəksiniz ki, torpağa əmələ gəlməsi zəifdir. Orta illik temperatur müsbət 24 və 26 dərəcədir. Bitkilərin növ tərkibi zəngindir. Bunun da səbəbi isti və rütubətin bol olmasıdır. Yəni bitki və canlı aləmin zəngin olması sizcə hansı aşınmanın yüksək inkişafına səbəb olur? Aşınmanın neçə növü var? 3 növü, Hı hı. fizik aşınma, kimyəvi aşınma, nə idi? Bir də üzvü aşınma. Bəli, üzvü aşınma, Nə deyin görün, bitki və heyvan aləminin zəngin olması hansı aşınmaların inkişafına səbəb olur? fizik aşınma ilə, Fiziki aşınma səhralarda olur, quru ərazidə olur. Necə olsun o? Üzvü aşınma. Bəli, üzvü aşınma ilə kimyəvi aşınmanın inkişafına səbəb olur da.
Qeyd edin bunların hamısını. Sonra çox yarısulu meşələrdir, yəni çox mərtəbəli meşələrdir. Bizdə 4 dənə yarısı var. Birinci yarısının hündürlüyü 60 metrə qədər çatır. Nəhəng ağaclardır, istilik sevər bitkilərdir. İkinci yarısı hündürlüyü 20-30 metr olan ağaclar. Üçüncü yarısı isə hündürlüyü 10-20 metr olanlar. Dördüncü yarısı isə ən aşağı mərtəbədir. 2-3 metr olan çol və ayrı döşəklərdən ibarətdir. Yəni zübət sevən bitkilərdir. Yəni burada keçilməz cəngavərliklərdən ibarətdir. Aydın oldu indi rütubətli ekvatorial meşələr. Bəli. Sonra gəldik burada həmçinin yağıntı çox düşürsə uşaqlar rütubətlənmə misalı vahiddən böyüklər yoxsa kiçik? Böyük. Ay sağ ol, düzdür. Keçdik indi biz həmişəyaşıl rütubətli ekvatorial meşələrdən keçdik. Dəyişkən rütubətli meşələr anlayışına. Dəyişkən rütubətli meşələrin də rəngini görürsünüz burada. Gördünüzmü? Bax bu rəng. Bura haradır? Bura hansı yarımadadır? Xahiş edirəm tez cavab verin, aktiv iştirak edin. Hansı yarımadadır bura? Hindistan yarımadasıdırmı? Bəli. Ayso, Hindistan yarımadasının qərb hissəsində. Qərbi qatın olduğu hissədir bura. Düzdür? Hindistan yarımadasında qərbi qat yerləşir orada. Sonra gəlirsən bura. Burada hansı yarımada, burada nə var idi bəs? Hind, Çin yarımada. Çin. Düzdür? Hint-Çin Bəli. yarımadasının olduğu yerdir. Düzdür? Daha sonra Hint-Çin yarımadasının yerləşdiyi yer Hindistan yarımadası. Daha sonra bura nədir bəs? Hint-Çin. Daha sonra burada hansı ərazi var? Böyük Çin düzənliyi. Yox, Bax bu yuxarıda. böyükdür. Bəli. Aha, Böyük Çin düzənliyi. Sonra burada Hind qanqovalına da düşür də təxminən. Bax belə getsə Hind qanqovalına düşür. Bax burada dedik ki Hindistan yarımadasında. Hind qanqovallığında. Düzdür? Sonra Hind-Çin yarımadasında. Bax bura Hind-Çin yarımadası düşür. Sonra Hind-Çin yarımadası, Hindistan yarımadası, Hind qanqovalığı, yəni Qanq çayının mənsəbi. Qanq çayı hansı dənizə tökülür? Hansı dənizə tökülür? Andaman dənizinə tökülür. Andaman. Bəli. Sonra gəldin deyər bu hissədə. Deyəcəksən ki, nə var? Deməli, ot bitkiləri daha uzundur. Dəyişkən rütubətli musson meşələrində. Ot bitkiləri daha uzundur və daha sıxdır. Yağıntının illik miqdarı 1500 və 2500 mm arasında dəyişir. Savanna seyrək meşələrdən danışacağıq. Bax burada qeyd etdiyimiz Hindistandır, Hind-Çindir. Məsələn, Malakka yarımadasına da düşüb də burada görürsünüz. Bəli. Baxın, gəl yenə deyirəm, gəlin təkrar eləyin. Bax, burada nə gördün? Hind-Çin yarımadasında dəyişkən rütubətli meşələr təbii zonası var. Düzdür, Hind-Çin. Hind-Çin aradır, bura. Dəyişkən rütubətli meşələr təbii zonası var. Düzdür? Bəli. Həmçinin nə var başqa? Savannalar da var. Görürsən, savannalar da var. Bax, bu rəng nədir? Savanna. Bir də yüksək dağlıq qurşaq var. Burada, Hind-Çin yarımadasında. Hindistan yarımadasına baxırsan, dəyişkən rütubətli meşələr var. Pilus, savanna meşələri də var. Düzdür? Savanna təbii zonası. Sonra gəldin burada. Başqa. Hansı hissələrdən danışa bilərsən? Məsələn, Hind çayından danışa bilərsən. Hind çayında yoxdur dəyişkən rütubətli meşələr. Amma Qanq çayında deyərsən ki, mənsəbində, bax buradan töküldüyü yer, Andamanzan dənizə tökülür. Qanq çayının mənsəbində deyəcəksən ki, dəyişkən rütubətli meşələr var. Həmçinin Qanqdır, Bahrampudra çaylarında birləşdiyi yerdə dəyişkən rütubətli meşələr var. Aydındır? Bəli. Sonra başqa biz, məsələn, burada bizim başqa çaylarımız da vardı. Xuanxe, bax burada hansı çay vardı? Xuanxe burada da yansız idi. Aha. Hansı yansız idi, hansı Xuanxe idi? Birincisi Xuanxe, ikincisi isə yansız idi, düzdür? Bəli. Bax burada gördüyün, bax bu görsən də burada göstərilib xəttlər. Bax Xuanxe çayının
Deyəcəksən ki, töküldüyü yer. Mənsəbi nədir? Dəyişkən, dəyişkən, de bax, rütubətli meşələrdir. Bəli. Düzdür? Bəli. Gəlir deyirsən ki, Xuanxe mənsəbi dəyişkən rütubətli meşələrdir. Hara tökülür Xuanxe? Sarı dənizə Sarıdan. tökülürdü. Düzdür? Burada. Bəli. Bax bu hissədə. Xuanxe dəyişkən rütubətli meşədir, sarı dənizə tökülür. Yansız çayda görsənmi? Keçir hardan? Bəli. Mənsəbi dəyişkən rütubətli meşələrdir. O da tökülürdü hansı dənizə? Şərqi Çin dənizi. Bax bunları yazın. Sonra burada nə yerləşirdi? Dedim, Böyük Çin düzənliyi yerləşir. Aydındır. Aha. Bəli. Böyük Çin düzənliyi yerləşir. Sonra burada biz başqa nəyin adını çəkə bilərik? Böyük Çin düzənliyi, Mekong düşmür. Yəni belə uşaqlar, yəni əsas bunlar idi. Qeyd etdinizmi bunlardan? Bəli. Qanq çayı, Bahrampudra çayının da mənsə burada. Bax bu Qanq çayı da Bahrampudra çayıdır. Bax bu Bahrampudra, bu da Qanq çayı. Tökülürlər bura. İndi mənə deyin görüm. Nədə yazdıq biz? Nə qeyd elədik? Dedik ki, dəyişkən rütubətli meşələrdə Hindçin yarımadası, Hindistan yarımadası, Hind Qanq ovalığı, Qanq Hindistan. və Bahram Pudra. Pudra çayının mənsəbi Xuanxe və Yansızı çayının mənsəbi töküldüyü yer. Bir də Böyük Çin düzənliyi. Bunlar kitabda yazılmayıb ha çoxu. Böyük Çin düzənliyinin adlarını qeyd etdik. Aydındır. Bəli. Sonra gəldik. Yadınızda saxlayın ki, burada qeyd etdiyimiz Hindistandır. Sonra qeyd etdiyimiz Hind-Çindir. Hindistan, Hind-Çin. Daha sonra Malakka yarımadasının demək uşaqlar, bunu da yazarsınız da əlavə olaraq. Malakka yarımadasını görürsünüzmü? Şimalında var. Aha. Hı -hı. Onu da əlavə eləyin. Malakka yarımadasının şimalı. Cənubunda ekvatorial meşələri idi. Şimalında dəyişkən rütubətli meşələr. Deməli, savanna seyrək meşələr təbii zonası ilə deyəcəksən ki, dəyişkən rütubətli meşələr təbii zonasının hər ikisində yerləşən Hindistan yarımadasıdır, Hind-Çin yarımadasıdır, bilən Malakka yarımadasıdır. Həm rütubətli ekvatorial meşələrdə, həm rütubətli ekvatorial nəymiş? Rütubətli deyəcəksən ki, musson meşələrində bir də yerləşir savana və seyrək meşələrdə. Qeyd etdiniz? Bəli. Bəli. Sonra gəldik başqa burada. Bu səhra ilə gördüyünüz yüksək dağlıq qurşaqdır. Dağlıq ərazilərdir. Sonra gəlirik biz burada səhra və yarım səhraya. Səhra və yarım səhra zonası görürsünüz ki, nə rənglə göstərilib? Səhralar. Baxın burada. Səhralarımız hansılardır? Ərəbistan yarımadasında deyəcəksiniz ki, səhra və yarımsəhra təbii zonası quru tropik səhralardır. Yəni quru tropik iqlimdə formalaşıb. Bax burada məsələn bizim quru tropik iqlimimiz vardı. Ərəbistan yarımadasında böyük Nəfud, kiçik Nəfud, daha sonra böyük Nəfud, kiçik Nəfud, Rubəl Xalis səhrası, daha sonra qeyd edəcəksən ki, İran yaylasında Dəşt-i Kəbir, Dəşt-i Lüd, sonra Pakistan, bax burada Pakistanla Pakistanla Hindistan arasında Tar səhrası quru tropikdə yerləşənlərdir. Sonra subtropik iqlim qurşağında yerləşən, məsələn burada Qızılqum, Qaraqumdur. Yazırsınızmı? Bəli, bəli. Həmçinin Bəli. deyəcəksiniz ki, mülayimə də düşür bir hissəsi. Mülayimdə yerləşən isə deyəsiniz Qobi səhrası və Təkləməkan səhrasıdır. Demək, səhralarımız hansı oldu? Dediniz ki, quru tropikdə yerləşən Ərəbistan yarımadasında Böyük Nəfud, Kiçik Nəfud və Rubəl Xalis səhrası, İran yaylasında Dəşt-i Kəbir, Dəşt-i Lüd və Tar səhrası idi. Tar səhrası dedi ki, Pakistanla Hindistanın sərhədində yerləşir.
E, və dedi ki, bir hissəsi mülayimdə yerləşən subtropik qırşaqda, bir hissəsi mülayimə düşən Qızılqum və Qaraqum səhrası, mülayimdə yerləşən Təkləməkan səhrası, Qobi səhrasının adlarını çəkə bilərik. Qeyd etdinizsə, keçək, danışım. Bəli, mən. Deməli, uşaqlar, siz bilirsiniz ki, biz öyrənmişik ki, sutkalıq temperatur, amplitudu nə idi, Fəqan? Necə mənim? Amplituda nədir? Amplituda Onun, nədir? Fərq onun belə deməkdir, hə? bəli, Sutkalıq temperatur amplitudası sutka ərzində ən yüksəkdən ən aşağı arasındakı fərqə deyilir. bəli. Demək, sutkalıq temperatur amplitudu səhralarda yüksək olur. Deyin görün mənə, səhrada hansı aşınma daha intensiv gedir? Fizik aşınma. Düzdür? Taşınma. Bəli. Səhralarda buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çox olar, yoxsa az olar? Çox olur. Düzdür? Az olar. Çox. Çox. Heyvanları zəhərli heyvanlardır. Əqrəblər, ilanlar, kərtənkələ və s. Gündüzlər qum altında, gecələr isə gecə həyatı sürürlər. Daha çox onların gecə həyatları başlayır. Yəni gündüzlər qumun altındadırlar. Səhralarda bəzən yeraltı sular, xüsusilə də Afrika səhralarında yeraltı sular səthə çıxır. Bunlar nə adlandırılırdı? Demişdik keçən dəfə Zülfiyə. Şirin suların, yeraltı Yeraltı suların, quruntu suların səthə çıxması nə idi? neydi? Sahə Həm və ya oazislər. bəli. Bəli, səhrada həyatın yeganə mənbəyi su məhz vahələrdə səthə çıxır. Aydındırmı? Vahələr nədir desə deyəcəksiniz ki, qırıntı suların, yeraltı suların, şirin suların səthə çıxmasıdır. Aydındır? Səhra və yarım Bəli. səhrada qaranlıq qalan hər hansısa bir hissə yoxdur ki. Xeyr. Demək, səhra və yarım səhranın da onsuz da torpaqlarını bilirsiniz. Boz torpaqlardır. Torpaqları yəni aydındır sizə. Gəldik codyarpaqlı həmişəyaşıl meşələrə. Baxın, burada qəhvəyi rənglə göstərib. Görürsünüzmü? Codyarpaqlı meşə və kolluqlar. Uşaqlar, burada hansı iqlim var idi? Fəqan, bu isə Cənubi Avropadır, düzdürmü? Bəli. Cənubi Avropada hansı iqlim qurşağında yerləşirdi? Ekvat. Yox. Burada Bəli. hansı dəniz var? Tetsi okeanının tərkib hissəsi olan hansı dəniz var? Böyük dəniz. Karib dənizi idi. Burada Karib dənizi yerləşir. Avrasiyada Karib dənizi var. Yəni, Şimali Amerikada deyil ki Karib dənizi. həmin buradaydı oranı mən. Bu nə dənizidir? Aralıq dənizi deyilmi? Aralıq dənizi, Turin, bəli. Adriatik, İon, Liguriya kimi dənizlər var içərisində. Niyə belə yadından çıxıb? Deməli, burada hansı iqlim olacaq? Subtropikin aralıq dəniz iqlim tipi. Yəni, yadınızda saxlayın ki, codyarpaqlı meşə və kolluqlar Avrasiya materikində subtropikin aralıq dəniz iqlim tipindədir. Deməli, burada subtropikin iqlimi haqqında danış görün mənə Fəqan. Yayda nə təsir edir ona? Yayda mən isti. Yayda tropik təsir edir deyə isti və quru il boyu. Bəli. Aha, qışda nə təsir edir? Qışdakı sərin, bir də mülayim deyildi. Aha, qışda mülayim təsir edir, il boyu sərin və rütubətli olurdu. Demək, burada yağış nə zaman düşür? Qış aylarında. Dekabr, Bəli, qış yanvar, aylarında. fevral ayında. Bəli. Demək ki, yayda yağıntı düşmürsə, hansı əkinçilik olacaq? Suvarma əkinçiliyi. Suvarma əkinçiliyi, bəli. Bəli. Deyəcəksiniz ki, suvarma əkinçiliyi inkişaf edib, çünki yayı quraqdır. Yayda tropik, qışda Bəli. isə mülayim təsir edir. Yağıntı ilin soyuq dövründə düşür. Bura hansı ərazilərdir? Bu hansı yarımadadır? İki ölkə var arasında. İspaniya və Portuqaliya. Hansı yarımadadır Fəqan? İspaniya ilə Portuqaliyada Piriney. şey deyildi.
Piriney yarımadası. Bəli. Bu hansı yarımadadır? Qadın çəkməsinə bənzədirdi. Hansıydı o? Apenin yarımadası. Düzdür. Bəli, bəli. Bu hansı adadır? Balyar adası. Balyar adası. Bəli. Aha, Balyar bura. Sardinya, Sicilya adası. Sardinya, bax. Bax, yenə deyirəm. Piriney yarımadası. Balyar adası. Sicilya, Korsika, Sardinya və Sicilya. Düzdür? Bəli. Sicilya. Bura. Apeni yarımadası da bura. Piriney yarımadası. Balyar adası. Korsika, Sardinya, Sicilya, Apeni yarımadası. Balkan yarımadası. Krit. Sonra. Bura aradır. Kiçik Asya yarımadası. Düzdür. Qeyd edirsiniz dediklərimi? Bəli. Aha, deməli, Piriney yarımadası, Balyar, sonra Korska, Sardinya, Sicilya, Krit, Apenin, sonra Balkanı yazdınız. Sonra da Kiçik Asya yarımadası. Burada azca Krıma da düşür dersin, ha? Kiçik hissəsi Krıma da düşür. Aha, qeyd etdiniz. Bəli. Zeytundur, üzümdür, sitrus meyvəçiliyi burada yaxşı inkişaf edib. Qeyd edirsiniz. Qeyd etdiniz. Bəli, bəli. Ay, sağ ol. Sonra demək. Demək, mənə deyin görüm. Mənə deyin görüm. Başqa nə gəlir burada? İkinci, digərimiz gələcək. Enliyarpaqlı meşələr təbii zonası. Baxın bu rəng. Açıq yaşıl görürsünüz. Buranın iqlimi nə idi? Fərqan, burada hansı iqlim var idi? Orada mənim. Qərb hissəsi. Orada Mülayim, mülayim. dəniz. Bəli. Deməli, mülayim iqlim qurşağında formalaşan təbii zonada qərb hissədə mülayim dəniz iqlimdə enliyarpaqlı meşələr təbii zonasında qonur dağ meşə torpaqları inkişaf edib. Şərqə doğru getdikcə mülayim kontinental, düzdür? Kontinentallıq artır deyə qırışıq meşələr, qırışıq demiş, qarışıq meşələr və daha sonra isə deyəcəksən ki, iynəyarpaqlı meşələr, tayqa meşələr. Bax, bu nədir? Tayqa meşələr də bu, tünd. İynəyarpaqlı meşələr tayqa meşələrdir. Yəni, bildiniz ki, enliyarpaqlı meşələr təbii zonası hansı ərazilər düşür? Gəlin, bir yazaq da qeyd eləyək. Baxın, burada hansı adadır bu? İrlandiyadası da mı? Bax bura. Bəli. Bəli. Yaz. Yaz. Yaz oğlum. Yaz kızım. Yazırsan ki İrlandiya adası. Ərazilər də öyrədirəm də. Demək olar şey rahat sizə. Böyük Britaniya adası. Daha sonra nə var burada? Burada başqa var. Bretan yarımadası düzdür burada. Bretan. Bretan yarımadası. Sonra gəlir burada. Jutlandiya yarımadası da bura. Bəli. Sonra gəlir Zelandiya adası. Jutlandiya ilə yaxındır bunlar. Zelandiya. Zelandiya adası.
Almanya Polşa ovalığı. Almanya. Almanya Polşa ovalığı. Yəni əsas bunları qeyd eləsəz, yetərlidir mənim fikrimcə. Bir də Skandinaviyanın da əslində aşağı hissəsi düşür. Baxın burada görürsünüzmü? Bəli. Skandinaviyanın uc hissəsi düşüb. Qeyd etdiniz. Bəli. Bəli. El yarpaqlı meşələr təbii zonası. Sonra gəldik burada. İynəyarpaqlı meşələr, tayqa meşələri. Şərqə doğru getsə dedik tayqa meşələrinin sahəsi genişlənir. Fikir verirsinizmi? Genişlənib həqiqətən də. Bu tayqa meşələrdə. Səbəb nədir? İqlimin kontinentallığı, quruluğu artdıqca tayqa meşələrində sahəsi genişlənir. Asiyada tayqa meşələrindən şam ağacları, yadda saxlayın. Bax, Asiyada tayqa meşələrindən şam ağacları, Avropada isə küknar ağaclarından ibarətdir. Asiyada tayqa meşələri şam ağacından, Avropada isə küknar ağacından ibarətdir. Gələcəksiniz ki, hansı ərazilərədir? Skandinaviya yarımadasıdır. Görürsünüz bura? Skandinaviya yarımadası. Sonra Skandinaviya yarımadası. Sonra Kola yarımadası. Skandinaviyanın şərq hissəsidir elə. Skandinaviya yarımadasının şərqi, Kola yarımadasının cənubu. Sonra burada şərqi Avropa düzənliyi yerləşir də, düzdür? Şərqi Avropa düzənliyi. Daha sonra Qərbi Sibir, bax burada. Orta Sibir. Qərbi Sibir, Orta Sibir ərazilərini əhatə edir və şimal meşə qurşağını təşkil edir. Həmçinin də şimal yarımkürəsində Şimali Amerika və Avrasiya materikindədir tayqa meşələri. İkinci adda iynəyarpaqlı meşələrdir. Yəni tayqa meşələri cənub yarımkürəsində yoxdur. Aydın oldu? Bəli. Bəli. Gəldi indi çöl zonasına. Çöllər də görürsünüz ki, sarı rənglə göstərilib. Demək olar, mülayim və subtropik iqlimdə yerləşir çöl və meşə çöl təbii zonası. Torpaqları qara rəngdədir. Meşələri, ağacları təkdir. Tək-təkdir də, yəni. Ot örtüyü sıxdır. Burada ot yeyən heyvanlar, gəmiricilər geniş yayılıb. Antropogen təsirə. Antropogen təsir nədir? Yəni insanların təsirinə çox məruz qalır. Baxın, qara torpaqdır, münbit torpaqdır. Qalacaq da təbii ki. İnsanların təsirinə çox məruz qalıb. Dünyanın əsas taxılçılıq regionu hesab olunur. Şimali Amerikada çöllər Pereri. Şimali Amerikada çöllər Pereri. Cənubi Amerikada Pampa, Avrasiyada isə steplər adlanır. Şimali Amerikada Prairie, Cənubi Amerikada Pampa, Avrasiyada step adlanır. Qeydlədiniz? Bəli. Ukraynada, Rusiyada, Şimali Qafqazda, Qazaxıstanda, Çində, Monqolistanda geniş yayılıb. Bir də deməliyim. Ukrayna, Rusiya, Şimali Qafqaz, Qazaxıstan, Çin, Monqolistan. Qeyd elədim. Bəli. Sonra gəldik tundra və meşə tundra. Tundralar görürsünüzmü? Bənövşəyi rəngdədir. Bax bunlar. Tundra, meşə tundra yağıntının illik miqdarı mümkün buxarlanmadan çoxdur. Şöyle yağıntının illik miqdarı mümkün buxarlanmadan çoxdursa, demək bu ərazidə rütubətlənmə əmsalı vahiddən böyükdür yoxsa kiçikdir? Buxarlama varsa mən Bəli, çox yağıntı deyil. çoxsa, demək bəli, vahiddən böyükdür, düzdür.
Yağıntının çox olması, torpaqların yuyulması, çürüntülərin toplanmaya şərait olmamasına səbəb olur. Yəni torpaqlar yaxşı inkişaf etməyib. Yağıntı çoxsa torpaq yaxşı inkişaf etmir. Tundra və tundra qleli torpaqlar geniş yayılıb. Alçaq boylu çolluqlar bu ərazidə yerləşir. Tundra ərazisində. Tundraya düşür Kola yarımadasının şimalı. Kola Bəli. yarımadasının əsasən şimal hissəsini qeyd edilir. Şərqi Avropanın şimalını qeyd edə bilərik. Skandinaviyanın da şimaldadır da. Yəni təxminən bu əraziləri yadınızda saxlasaz, bilərsiniz də hansı ərazidən söhbət gedir. Yəni şimal hissələrdədir. Sonra qütb səhralarından da gəlin danışaq, sonra daha ətraflı bir sual cavab biləcəm bunun. Qütb səhraları isə şimal buzlu okeana, məsəl üçün, şimal buzlu okeanda yerləşən bir sıra adalara əhatə edir qütb səhraları. Məsələn, burada çəhrayı rənglə göstərilən ərazilər dedik ki, dağlıq qurşaqlardır, yüksək dağlıq qurşaqlardır. Bax, ekvatordan, uşaqlar, üfüqi zonallıq nə idi? Ekvatordan qütblərə doğru təbii zonaların bir-birinə əvəz etməsi nə idi? Üfüqi zonallıq Zonallı. və yaxud da ki, zonallıq. Bəli. Düzdür? Bəs azonallıq, Bəli. şaquli zonallıq nə idi? Dağın ətəyindən Dağın ətəyindən gələn idi. Bəli, dağın ətəyindən zirvəsinə doğru landşaflarının bir-birini əvəz etməsi idi. Bəli. Demək, Azona gəlin, dağlıqda zonal enlikdə olur. ay sağ ol, bəli. İndi gəlin buradan test 5 dəqiqəmiz var. 5 dəqiqəyə bunları təhlil edək, sonra sizə dincəlməyə vaxt verəcəm. Baxın, burada nə yerləşir? İslandiya adası, düzdür? İslandiya Bəli. adası bilirsiniz ki, yalnız bir iqlim qurşağındadır. İslandiya adası hansı iqlim qurşağında yerləşirdi? Keçən dərslərimizdə demişdik. İslandiya adası yalnız subarktik iqlimdədir. Qeyd edin. Bəli. Yalnız subarktik iqlim qurşağındadır. Və burada hansı təbii zonalar görürsən? Tundra təbii zonasında yerləşir də, düzdür? İslandiya adası. Bəli. Tundrada da yerləşir. Deməli, daha sonra gəldi Skandinaviya yarımadasına baxırsam. Nə hansı iqlimdədir? Mülayim dəniz, mülayim kontinental iqlimdə yerləşir. Düzdür? Bəli. Burada subarktik iqlim tipləri var. Məsəl üçün, subarktikin hansı tipi var? Bax, burada biz deyəcəyik də. Həmçini, bax, Skandinaviya yarımadası deyəcəksən ki, hansı iqlimdə yerləşdi? Subarktik. Mülayim dəniz dedin. Mülayim dənizdə, bəli. Aha, mülayim kontinentalda yerləşdi. Bir də şimal ucqar nöqtəsi, şimal hissəsi. Deyəcəksən ki, subarktikə düşür. Mülayim dəniz, mülayim kontinental və subarktik iqlim tiplərində yerləşir. Təbii zonasına dedin ki, hansılar aid oldu? Tayqa təbii zonası, yüksək dağlıq qurşağı, cənub hissədə enliyarpaqlı qarışıq meşələr təbii zonası, bu uc hissəsində tundraya düşdü. Düzdür? Sonra tundra. Sonra gəldim başqa. Kola yarımadası da bilsən də buradır. Bunun quyruq hissəsi var. Bəli. Kola yarımadası hansına iqlimdə yerləşir? Kola yarımadası deyəcəksiniz ki, şimal hissəsi subarktik, aşağı hissəsi isə mülayimdir. Mülayim, kontinental, subarktik və cənubi isə mülayim kontinentaldır. Şimal hissəsi, baxırıq burada, tundradır. Cənub Cənub hissəsi isə tayqa. enliyarpaqlı deyil. Yox, tayqadır, tayqa. İynəyarpaqlı tayqa da, ikisinin adı eyni. Deməli, Bəli. şimal hissəsi yüksək dağlıq qurşaq, cənubi isə yüksək dağlıq qurşaq da var, ha, onu deyim. Şimal hissəsində dediniz ki, tundra, cənub hissəsində tayqa təbii zonası var. Sonra gəldik
Jutlandiya yarımadası. Jutlandiya yarımadası da haradır? Bura. Jutlandiya yarımadası isə mülayim dənizdə yerləşir. Bütünlüklə enliyarpaqlı meşələr təbii zonasıdır. Düzdürmü? Bəli, bəli. Sonra Zelandiyanın özü də nədə yerləşir? Zelandiyadası. Bax, o da yerləşir bu hissədə, yəni mülayim dənizdə və enliyarpaqlı meşələrdə. Bəli. Hı -hı. Sonra bax, burada görsən uc hissədə nə var? Lap uc. De bax, bu hissələrdə görsən ada var. Farer adası görsən. Böyük Britaniyanın Bəli. yuxarısında. Çox qısa görünür deyə görünmür tam. Farer adası, sonra Böyük Britaniya adası və İrlandiya adası. Yadda saxlayın ki, Farer adası ilə Böyük Britaniya adası hansı iqlimdə yerləşir? Farerlə Böyük Britaniya adası. Deyəcəksən ki, mülayim dəniz. Dəniz iqlimində. Bəli, mülayim dəniz iqlim tipi. Burada deyəcəksən ki, şimal hissəsi nədir? Tayqa təbii zonası. Hansı iqlimdir? Baxın. Tayqa, cənub hissəsi isə enliyarpaqlı meşə. Cənubu enliyarpaqlı meşə təbii zonasıdır. Düzdür? Sonra burada Böyük Britaniyanın İrlandiyadan danışasan. Hər ikisi mülayim dənizdir. Düzdür? Hər ikisi. Bəli. Amma İrlandiya adası tamamilə enliyarpaqlı meşədir. Böyük Britaniyanın şimalı tayqa, cənubu enliyarpaqlıdır. Düzdür? Bəli, bəli. Bretan yarımadası tamamilə mülayim dənizdədir və enliyarpaqlı zonalardadır. Düzdür? Sonra gəldik Piriney yarımadasından. Dedik ki, Piriney yarımadası nə idi? Codyarpaqlı